Tam Store marketlər şəbəkəsi istehlakçıları çəkidə qiymətdə aldatdığı üçün barəsində cərimə protokolu imzalanıb. Bölgə TV xəbər verir ki, Tam Store inzibati xətalar məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir. Tam Store-la bağlı iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 5 fevral tarixində hakim Rəşad Zavadzadənin sədrliyi ilə işə baxılacaq. Qeyd edək ki, Tam Store MMC mağazalar şəbəkəsi kimi fəaliyyət göstərir. Ceyhun Yusubovun baş direktor olduğu Avrora qrupa daxildir. Qrupun prezidenti tanınmış iş adamı Ceyhun Abbasovdur. Qarşı tərəfi dinləməyə hazırıq. Rəna Rövşən qızı, Bölgə TV.